Salam. Bugün sizə imtahanlarda ən çox istifadə olunan saat məsələlərindən birini izah edəcəm. Bilirsiniz ki, imtahanlarda saat məsələləri çox düşür. Hər dəfə fərqli formalarda olur. 3-4 formada saat məsələləri ola bilər. Onlardan biri də saatın dəqiqə və saat əqrəbləri arasındakı bucağın tapılması ilə bağlı olur. Deməli, bu cür testlər ola bilər ki, bizə bir neçə dənə bu formada saatlar versin. Əgər 5 dənə saat veribsə, biz onların ikisini toplayıb qruplaşdırıb 12-yə, 24-ə və 36-ya bərabərləşdirib, hansında cavabımız uyğun gəlirsə, onu variantlardan seçirik. Amma bu testimizdə bir dənə saat verdiyinə görə biz bu testi ancaq düsturla həll edib cavabı tapa bilərik. Deməli, düsturumuz necədir? Alfa bərabərdir. Modulda 11 vurulsun dəqiqə, çıxılsın 60 vurulsun saat. Və bölü 2. Deməli, düsturumuz budur. Əgər bizə bir dənə saat verilərsə, ancaq bu düsturla həll edə bilərik. İndi bizdən soruşur ki, saat 16:45-də saatın, saat və dəqiqə əqrəbləri arasındakı bucağın neçə dəqiqə olduğunu tapın. Bunu tapmaq üçün orada verilən saatın və dəqiqələri yerinə qoyub düsturda tapırıq. Düsturumuzda yerinə qoysaq 11 vurulsun 45, çıxırıq 60 vurulsun. Bu elektron saatı, yəni 16-nı adi saata çevirəndə 4 kimi götürürük və bölünsün 2-yə. Bunu həll edəsək, 11-i 45-ə vursam 495, çıxıram 60-ı 4-ə vururam 240. Bölülü 2-yə. Bu da eləyir 127 tam onda 5. Deməli ki, bu saatımızda saat və dəqiqə əqrəbləri arasındakı bucaq 127 tam onda 5 dərəcə olacaq.